və burun tənəffüsü demək olar ki, yoxdur. Yəni qriplərdən keçirilən viruslar zamanı, infeksiyalar zamanı burnun ciddi tıxanmaları uşaqlarda xəstəliyin ağırlaşmasına səbəb olur. Çünki burun dolu olanda ağızdan nəfəs alır, eyni zamanda burun axıntısı arxaya axıb nəfəs yollarına doğru infeksiyanı aparır. Ona görə burun təmizliyi uşaqlarda həyat qurtarıcıdır. Amma nələr edirsiniz? Yenə də uşağın burnu bu cürədirsə, nəfəs ala bilmirsə, bunun səbəbi nədir? Birinci, otağın temperaturu mütləq sərin olmalı. Həm şəkildən 1-2 dərəcə aşağı endirməlisiniz. Çünki çox quru və isti otaq havasında uşaqların burnu çox tıxanır. İkinci növbədə serum fizioloji ilə nə vaxt tıxandı, nə qədər tıxandı yumalısınız. Təzyiqlə vurmamaq şərti ilə burnunu natroxlorla doldurub aspiratorla çəkməlisiniz. Və üçüncü növbədə bu uşağın burun tıxanıqlığının kökündə allergiya problemi dayanırmı? Onu dəqiqləşdirməlisiniz. Çünki allergik burun tıxanmaları heç bir serum fizioloji, heç bir burun spreyi ilə açılmayacaq. Onların özünə məxsus spreyləri var və o spreyləri biz təyin edirik. Əgər təyin ediriksə ki, bu allergiya mənşəli ola bilər, o zaman burun açılır. Amma yenə də ciddi belə burun tıxanıqlığı olur, davamlı, xəstə olmadı, uşaq ağızla nəfəs alırsa, burun ətinin, adenoid toxumanın böyük ola biləcəyini də unutmamalı. Burun tənəffüsü problemi olan uşaqları mütləq detaylı həkim yoxlamasından keçirməlisiniz.